Bakıda ilk dəfə nəhayət ki dəniz üzümü sınadıq və bir çox fərqli qeyri-adi məhsulları. Bura Asian Street Food Bakudur. Bu dəfə sushi roll deyil, menyuda gözümüzə maraqlı gələn hər şeyi sifariş elədik. Fobo, kimchi, fərqli Yapon Çin içkiləri, daha nələr. Fərqli dadlara açıqsızsa dəniz üzümünü burada mütləq sınayın. Korundoqları ən əsası pendirlisi super idi. Şorbalardan tom yum və fobo sifariş elədik. Fobo Vyetnam mətbəxinə aiddir və ilk dəfə burada sınadım. Necə dadlı idi. Ət ağızda əriyirdi. Çox dadlıdır. Getsəniz sınayın. Bakıda əsl kimchi tapmaq da çox çətindir. Mənim kimi acılı sevərsinizsə bunu çox bəyənəcəksiniz. Yeməklərin yanına idealdır. Sushi burrito ən əlalarından idi. Düyüsü inanılmaz nazik, içi o qədər bol idi. Qarışıq dəniz məhsullarından ibarət ərişdə və düyü də sifariş elədik. Porsiya olduqca böyük idi. Ədviyyatlardan əla istifadə etmişdilər. Sanki Çinə getdik, qayıtdıq. Burada latao da sınadıq. Sizə ayrı videoda bunu çəkəcəm. Onigiriləri də çox dadlıydı. Mochiləri də burada özləri hazırlayır. Həm krem tərkibli, həm də dondurma tərkibli. Xəmiri ideal naziklikdə idi. Burada 0 kalorili belə bir desert də var. Jeleli şirniyyatları bəyənirsinizsə bunu da sevəcəksiniz. Mən çəkdiyim filial Ağşəhərdə yerləşir, amma 9 ildir fəaliyyət göstərən Targovi filialları da var. Hələ tezliklə Neftçilərdə də 3-cü filial açılacaq. Bir-birindən çox şirin kabinetlər var, depoziti də yoxdur. Terası da var. Aşağıda səhifələrini mütləq qeyd edəcəm.